Bir suallarda abituriyentlərimizi çaşdıran eniköklü sözlər bölməsinə aid çox maraqlı bir sual izahını təqdim edirəm. Gəlin birlikdə izləyək. Sualımız bundan ibarətdir ki, müxtəlif nitq hissələrinə aid olan eniköklü sözləri müəyyən edin. Bəzən abituriyentlərimiz elə bilirlər ki, eniköklü sözlər müxtəlif nitq hissəsinə aid ola bilməz. Təbii ki, bu yanlış bir ifadədir. Biz yadda saxlamalıyıq ki, eniköklü sözlərin kökü eyni nitq hissəsi olmalıdır. Özləri müxtəlif nitq hissəsinə aid ola bilər. Gəlin bunu əyani olaraq sual izahında sizlərə təqdim edin. Baxın, bağban, bağça, bağlı. Təbii ki, eniköklüdür, üçü də isimdir. Gülçün, güldan, gülüstan. Üçü də eniköklüdür, eyni zamanda üçü də isimdir. Xətsiz, xətkeş, xətlə. Təbii ki, xət sözün kökü, siz leksik şəkil üçün, xətsiz sifət, xətkeş isim, xətlə isə fe'l. Biz görürük ki, burada hər üç söz eniköklüdür. Hər üç sözün kökü xət ismidir. Eyni zamanda amma özləri müxtəlif nitq hissəsinə aiddir. Xətsiz sifətdir, xətkeş isimdir, xətləmə isə fe'ldir. Yadda saxlayırıq. Eniköklü sözlərin kökü eyni nitq hissəsi olmalı. Sözlərin özləri isə müxtəlif nitq hissəsinə aid ola bilər. Təbii ki, bizim cavabımız olacaq C variantı. Diqqətinizə görə təşəkkür edirəm.